Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, alana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, alana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir. Gözlüyə bilmirəm il qanoyalım, görsün dərdlərini bir qanoyalım. Ne var ne bakırsan? Belki diyesen ki dur ayağa mənə bir işkanda çay getir tez səndən. Mənə bax, məhəbbət yox idi deyə mən bunları elədim ha. Zattır zat düzəltdim ha. Sabahdan belə şeylər yoxdur ha. Ay mama, qurban olum, nə özü həkk gəlirsən, sən öz-özü oturan yerə oturmuşuq sakit, öz-özü əsəbləşirsən, özünə suallar verib, özünə cavabını verirsən. Görmürsən, bığımın altına mənə baxırsan. Bığının altından öz. Mama, sən özün də bilirsən ki, mən uşaqlıqda necə böyümüşəm də. Mənim çayımdır, suyumdur, yeməyimdir, həmişə qabağımda olub hazır. Mən əlimi ağdan qaraya vurmamışam. Yəni mən sil süpürdü, yer yığışdı, qazın qabağında yemək pişirməkdi saatlarına, elə şeylər bilmirəm. Yəni bilmirəm də, balacaqdır. Mənə niyə qınıyırsan? İndi sən uşaqlığımı yadına salaram. Heyf, heyf. Bilmirəm. Ondan Hasan nə var? Bilmirəm. Mən də bilmirəm. Mən sənə yemək zad verən deyiləm. Ay mama. Bəxtəvər. Hər şeyə əsəbləşirsən, hər şeyə. Bax, boş-boşuna əsəbləşdin. İndi sakit oturmuşdu da. Nə dedim ki mən? Danışmışam da, bir ailə ilə danışmışam. Gələcəklər, baxacaqlar. Kimdirlər, nəticədirlər, hardan gəliblər, necədirlər. Əgər razı qalsa, işləyəcəklər. Amma məndən, xahiş edirəm səndən artıq dərəcədə, məndən işlə bağlı heç nə istəmə, tələb eləmə. Çünki mən qandığım qrafa deyildi. Mən onu bilmirəm. O mənim sahəm deyil. Ev yoxuşdurma. Ailə ilə gəlirlər də, hə? Danışımsan? Yox, indi zəng gəlib deyilən ki, nəslini də götürsün, gəlsin. Nəsilləmə gəlsinlər. Bura oteldir də, gəlsinlər, biz onlara baxaq, onlar bizə baxsınlar, səhər geçsinlər, obuşlar gəlsinlər. Bəxtəvər yarayanların başına, bəxtəvər başına. O günləri Şipankə Cəfərin zadındayam, yasında. Arvad bir dənə danışır, deyir, mənim qızım bişirir, düşürür, silir, süpürür, hələ işləyir də, maaşı ilə üstümü alır başım. Mən də oturmuşam, bir də onu da gördüm, sən desə, nimçəm dolu ağzımın suyu ilə. Baxıram belə, deyirəm, ay Allah, mənim də qızım var da, Həcər Cağanın nevəsi, bu bilmir zad nədir, nədir onun adı, xorey pişirmək nədir, nə bilim, paltar yumaq nədir? Mama, insanlar fərqlidir də. Onların böyüdüyü mühit başqadır, mənim böyüdüyüm mühit başqadır. Yaxşan, söyləyəm indi sən mühit. Mən gözümü açandan evdə işləyən olub, gözümü açandan anamı qırqızılla görmüşəm, brilyantla görmüşəm. Yəni, mən necə nəslin davamçısı, sənin davamçın, necə mən ev işləri görə bilərəm, bunu necə mən layiq görə bilərsən? Mən bunu görə bilmərəm, mən görə bildiyim işlər var, düzdür? Yəni, yadından çıxarmısan da yəqin ki, o vaxtı bir dənə qəşən borç eləmişdin, onu pişirən vaxtdan, arada bir pişirirdin sən də. Qəşən borç eləmişdin. Sən nə eləmişdin? İndi deyirəm də, mənə tapşırmışdın ki, hələ bir də onu tapşırmışdın ki, get duzu sən əlavə elə, elə başqa heç eləməmişəm. Sən nə elədin? Getdim. Hə, pəsöyü tökdün içinə, yerə soxum elə sən elə, övlad başı. Mən külbaşa bax ginəni, borç yeməyən Sevda, 2 qabı borçdan yedim ay qızlar. Başa düşməmişəm ki, bu şirindir. Ondan sonra da şəkər tutdum da. Vallahi. Görsən özün deyirsən, qapı da ölür. Kimsə gözləyirsən? Hə, həri ağatda oğlanı bu dəqiqə gözləyir. Hə, başın üçün. Nə indi bu dəqiqə ağ at var, nə də ki ona minən oğul. Getdi o dövrlər. Ağatda oğlan. Yox bir day. Qara eşşik. Sərin gözü açılmamış nə olub belə takka-tarak gəldi də başa düşdü də. 6 aylıqsınız. Kimdir? Böyle
Cavab verməyəm, mən verməyəm. Kimdi? Gəldim də çatdım qapıya. Kimdi? Bax, axırıncı dəfə soruşuram, kimdi? Siz cavab verməyənə qədər mən qapını açan deyirəm. Axırıncı dəfə soruşuram, kimdi? Demirsiniz ki? Özünüz bilər. Açmayacağım, qalın qapını da alın. Ne dersen ha, salam sevgim benim. Ne? O yok. Belə zarafat olar. Başıma deyilsin sənin zarafatın. Belə zarafat olar. Ürəyim düşdü ki. Kız ne oğlum zarafat tutan ötesinden çıktın ne yaman nervin olmuşsan Hasan. Kız üççemi bir günde ele gitmeyimiz. Ne tez yadından çıktı sevgim benim zarafat. Başa düşürəm, sən necə düşdün buradan? Hə? Bu boyda hasar eləmişsin, necə düşdün buradan? Hayatına şu şekilde girsem ne yaparsın? Adam da oluyor. O boyda yol durub gəlmişəm onun üçün. Eşitsən beni. Ha belə barılardan tullanmaq mənim üçün problemdir. Çəpər məndən aşağıdadır, biləsən yəni. Bakir üçün problemdir. Ağac ne oldun? Getdiyin yerden gel de. Kişilərin əlində Kimdi gələn? Kişilərin əlində qalmış. Kim olar səncə? Ben ne bileyim kimdi, ben falçıyam. Kimdi gelen? Aşağı ver de. Bakir. Geldi elə bilginən ki, çivan diye. Hardan geldi çıkır, çıkırsan o taraftan çıkır, çıkırsan bu taraftan çıkır. Ne istiyor? Ne adından çıxıb? Ne qalıb burada? Nöş gəlib? Məhəbbət də gəlib. Əşi bilmirəm, heç danışmadım. Mən nervləndirdi, bütün əsəbləşdirdi məni. Getmişəm darvazaya, lapdan hardan çıxdı bilmirəm. Vurdum əngini, əzcəydim, da güclə saxladım özümü. O, əlim ayağım əsirəyə səbdəni. O, elə bildim oğru deyə, başını partlatacaqdım. Allah vurmuşdu onu. Allah vurmuşdu onu. Ay başınıza dönüm. Məhəbbət də gəlib. Yox. Qoymadılar bir iki gün darıxaq olar şunu. Vəqsi. Ay Arslan. Buy. Bismillah. Ay. Sen kalmışsan çölde məhəbbət. Baş qalıb ki məndə. Ne oldu ha? Kızı gördün. Bacı yaddan çıktı. Az yox, sen de gel. Geçen arı. Gel. Geçen arı. Bak görsən. Ana canavar harada geçsə yenə axırda öz yuvasına qayıdır. Ana canavar. Ay bir gün o spişka qarnına düşür. Öyle mən ləzzət eləyim. Sevgi. Möhbət də gəlib. Mənim heç xoşuma gəlmədi bunlar. Ne oldu? Hə? Qüdrət bir günə boşandı? Yox. Bunların belə gedib gəlməkləri heç məni açmadı ya, heç. Mənə bax. Eşidirsən? Deyərsən ki, anam evdə yoxdur. Eşitdin? Ay baba, sən də qəribə adamsın. Evi güya ələk-vələk eləməyəcəklər, özü də o Bakir. Eləyəcəklər, görəcəklər yoxsan da. Yəni mən bir gün gizləndim, 2 gün gizləndim. Sonra nə deyəcəm? Az. İndi hələliyə belə deyinək. Deyinəm, mamam evdə yoxdur. Yaxşı. Mən də gedib girəcəm öz otağıma. Eşidirsən? Yaxşı. Qapını da bağlayacağam. İşdi şayətən. Gəlib otağımız adı belə itələsələr, görsələr qapı bağlıdır. Deyirəm ki, şeydir. Nədir ona? Anam getdi bibisi qızının toyuna. Açarda özü ilə apardı. Açardı özü ilə apardı, həri. Deyərsən? Deyərəm də daha neyniyim? Bibisi qızının toyu, bibi qızı, yox, bibisinin nəvəsinin. Bibisinin nəvəsinin toyuna. Yaxşı, Eşitdin? deyərəm onu, deyərəm. Mən getdim. Deyinən ha, deyinən mamam evdə yoxdur. Bildim, mama evdə yoxdur, gedib bibisi nəvəsinin toyuna, açarda özü ilə aparıb. Yadımda. Ay, sağ ol. Qoy təşəkkürlüyüm. Mama evdə yoxdur, gedib bibisi nəvəsinin toyuna. Bakir. Deyəm bizim gəlməyimiz bunların xoşuna gəlmədi. Ana canavar. Belə yerdən biraz soyuqqanlı olmaq lazımdır. Soldan 3-cü pəncərəyə bax. Soldan 3-cü pəncərəyə niyə baxım ki?
Sevda pərdəni araladı, bizə baxdı, sonra pərdəni bağladı. Eləməz, eləməz. Ömründə nizaşda eləməz. İnan. Söyda bilə ki, mən gəlmişəm ha. Ayaq yalım düşər, qaça gələr qabağıma. Çox safsan, məhəbbət. Sənə dedim ki, qayıtmayaq da, bura qayıtmayaq. Gəl. Urvatsız elədin, nə bizim məhəbbət. İndi qalmışıq ortalıqda. Nə qarşılayan var, nə də heçsə. Niyə ortalıqda qalırıq, Gedək öyümüzə, indi gör nətər söyüncək gələcək qabağımıza. Sən səni qaramatdığınıza tökürsən. Gəl görüm, yerləşək, sonra özümüz geyib yeyərik. Buyur. Buyur. Bakır. Bakır. Qapı niyə bağlıdır? Salam məleykim, məhəbbət. Hələ bəlkə yerimizi adam da götürüblər, bilmək olmaz. Ay, olanmaz, Elə şey olanmaz, bura mənimdir. Olanmaz belə şey. Başa düşmədim. Bunlar hanıyı? Ola bilərmi mənim gəlməyimi istəmir Söyda? Yox, istəməsəydi mən gedəndə niyə andaman elədi ki, getməyinlə? Mən başım çıxmır. Bunlar hara getdilər ki? Salam, necəsən, gəlmişsən? Gəlmişik. Mən elə bildim ki, ancaq Bakir gələcək ona görə. Bakir niyə tək gəlir ki? Başa düşmədim. Mən niyə gəlməyim ki? Mənim gəlməyimə zapret mi var? Azmağa zapret mi qoyubsunuz? Mənim xəbərim yoxdur. Mənim karyeram bitdimi bu evdə? Yox. Elə şey yoxdur. Söydə xala hanı? Sevda xala səhər arası getdi, nəsə işi var idi. Mən soruşmam. Eləmi? Hə, bilmirəm. Eşit idən. Mənim qapım niyə bağlıdır? Elə mənim getməyimi mi gözləyirdiniz? Qapımı peçatlayıbsınız. Ay məhəbbət, sən də elə sözdən söz düzəltməyi xoşlayırsan. Da getmişsiniz o qapını niyə açıq qoyaq? Hə, o da düzdür. Eşidirsənmi? Açarı verin, gedim biraz uzanımca, ayaqlarım qırılır, şişib populdu, bax bu boyda tapışqıya zorla girdi ayağım. O evin açarı mamadadır, mama da evdə yoxdur, sunkasını aparıb. Eşidirsənmi? Eyb yoxdur, bu buradaca qalsın. Qalsın, burada söykün, burada qalsın. Mən gedim mamanın otağında biraz uzanım, dincəlim, ayağımın ağrını alım. Mamanın otağının açarı da mamanın sunkasında, o da gedib. Sən burada gözlə, mən gəlim. Çirkinlər. Hə, mama. Hə. Sən də yığmağa vaxt tapdın da. Hə, gəlib məhəbbətdə. Səni soruşdu, dedim evdə yoxdur. Hə, otağa çıxmaq istədi. Dedim ki, qapısı bağlıdır, açarı da aparıb özünü. Birazdan onlara deyinən ki, belə şeydir. Anamın yassı vəziyyəti xərab olub da. Hə, ona görə çox ağlayıb deyinən, çox ağlayıb. Hə, ona görə də deyinən o padruqası buraxmayıb onu, deyib getməyəcəksən bu günlər evə, gözümün qabağında ol günə. Anam deyinən bu gün gəlməyəcək. Ay mama, sən də interesli adamsan. Gedəndə qoymurdun, gəldi qabaqlarını çıxmırdı. Mən neyini, mən başa düşmürəm sən necə adamsan. Neynəmə istəyirsən sən vəbşi? Neysə. Da bildim də, vay sağ ol. Bu da ki... Ay, başım batsın sənin. Başım batsın, demirəm mən qorxutma, bəhsilə dayda. Niyə qayıtdın, hə? Köçmü 70 üstündə, niyə qayıtdın? Bizdən başqa qaz tapmadacaq, ona görə yeməyin ayrı, içməyin ayrı, hamısı pulsuz, oturdun şirlərin özü üçün. Hə? Bütün ürəyim əsliyə mənim ağzına çıxıb. Evə niyə girmirsən özdə? Yürü zəhmət çək. Otur otluqda, otur skameykada otursan, otluqda otursan, harada otursan otur. Mamam gələ, açarı tapsa, əgər zəhmət çəkib onu deyib ev yüzə qalarsın. Geri get oyun. Çıx bayra. Xəstə ya. Nətər eləyəcək, ay fakir. Məhəbbət, amma sana bir söz deyim məhəbbət. Bunlar bizə bildiyin sifət eləyirlər ha bizə. Gözüm bölüm. Mən belə şey görməmişəm. Mən inanmıram ki, Sevda harasa gedib. Nətər yəni, ay,
Sevda bizdən niyə qorxsun ki? Başa düşmədim. Koskoca Sevdadır, bizdən qorxurmu ki, qaçıb gizlənsin? Niyə qaçıb gizlənsin ki, Sevda? Bilmirəm, sən bilərsən. Gül kim atılmışdı da mən... Sən qüdrət lazım idi. Nə təmiyyən? Gül kimi rahat oturmuşdu. Yeməyimiz, içməyimiz, yatmağımız. Dünən hafta bazarda qalmışıq, məhəbbət. Bugün də çöldə qalsaq, məndən hörmüz boğazın iyi gələcək. Nə bəl-bəl danışırsan, nə ağzına gələr. Sevda, görmədinmi ki, gözünün yanında belə göz yaşları tökdü ki, getməklə ağlayırdı məndən yana. Üzmürüm, bunun saflığı məni öldürəcək. Az o krokodil göz yaşlarıydı. Az bu ülkədə ondan yaxşı artistika var. Mənim başım elə toğladı ki, bir dairdim bey stolunda oturmuşam, belə. Nə var, evə gələndə cibimə 5-10 manat pul basacaq. O boyda toya gələnləri barmağına dola deyir. O arvaddan nə desən çıxar, mən var. Elə. Uşaq deyirəm ki, mən görə gəlmişəm bu həyatı. Mən adamların bir dənə baxışından tuturam hər şeyi. Niyə görüm? Sevdanı yığıram. Götürməz. Nömrəmi bilirək, hara götürür? Bax, sən belə danışırsan, mənim də ağlıma qara-qura fikirlər gəlir, ha. Vallahi deməyim ki, gəlmir. Min cür fikir gəlir ağlıma. Mama. Ay mama. Sərdən yığırlar, sən götür də telefonda. Kim deyir? Məhəbbət. Qulaq as ginə, az. Sən şeylə ginən, qırağına ağla ginən, güya mən yas yerindəyəm də başa düşdün, səssad gəlsin. Şurada kino çəkin. Vermə, sən öyrənə bilmədin döşkəyəblərdə, hə? Gəl hələ. Məhəbbət, ay məhəbbət, bu neydi mənim başıma gəldi, ay məhəbbət. Can. Boy, Allah rəhmət eləsin. Vay. Yaşı çox idi bu. Həri, gül kimi oğlan, gül kimi. Adam baxdıqca baxmaq istəyirdi, inanırsan sən. Heç nə yaşı vardı, 82 yaşı var idi. Vay. Nə vaxt da gələrsiz? Rəhmət eləsin, Sevda xanım. Sağ ol ay bacı, sağ ol. Böyük dərddə ay bacı. Can, heç söz. Deyirəm, gözünüz aydın olsun da gəlmiş. Yox, ay Sevda xanım, ölənə görə demirəm. Deyirəm, gözünüz aydın olsun, gəlmişik. Gözünüz aydın olsun, deyirəm, qayıtmışıq evə. Məni qınyan. Eşitmirsin Sevda xanım. Qışqırıram, boğazım çırıldı. Deyirəm ki, gözünüz aydın olsun, qayıtmışıq evə. Sevda xanım. Mən başa düşə bilmirəm. Sizə çox ayıb olsun, mən sizi qınayıram. Bu boyda sizin padruqovuzun dağ boyda əri ölüb, sizə göz aydınlığı verirlər. Yox ay bacı, yox. Sən məni yaxşı başa düşmədin ay bacı. Bu Qaragünün də əri Ursetdə ölməyib, evlənib. İndi bu yandığından mənə deyir ki, ay bacı, gözün aydın, ərim Ursetdə öyrənib. O barədə dedi, valla. Yo, yenə də ayıb olsun sizə. Başqasının əri evlənib sizə durub göz aydınlığı verirlər. Bu ərlərdən nə istəyirsən sən? Nə alıb verəmədiyin var sənin bunlarla? Yenə də ayıb olsun. Yenə də qınayıram səni. Yeri git halva yiyəsən də. Məhəbbət, məni saldın itin qurdun ağzına. Göz aydınlığı yeridir. Yaxşı da, yaxşı. Üstad məhəbbət, üstad. Mən sənə deyə bilmərəm, gedirəm maşında biraz mürgülüyüm, ölürəm yuxu üçün. Bütün sürsümüm ağrıyır.
Amma mühabbət sana bir söz deyim. Sevda heç yerə gedib eləmir. O buradadır. Heç bir yasta zadda deyil o. Kəlmədir mənim. Çiziyorum bura. Aşıb. Nə aran qatırsan 2 dəqiqə arasına? Mamam qorxaq zatdır be ya. Evdə olsa deyərəm də yoxdur ki, deyirəm yoxdur da. Hadi söz gəlişi dedim də vuruldur. Sonra mesela kız bomba diye elə bile. Yok. Sen patlatacak hep buraları. Maşın qapısı açıqdı Sevgi. Gedib 1 saat mürgülənmək istəyirəm. Avtovazalda yata bilməmişəm gecə. Maşın qapısı açıqdır, amma sənin abruba nə gəlib? Ne olub az mənim abrıma, ha? Ne olub mənim abrıma? Ha, mən abrıma görə məhəbbət, mən hər şeyimi itirən adamam, mən. Tək ki mənim abrım qalsın. Nəysə. Siz gedəndən sonra mama ilə bir qərara gəldik. Dedi həyət boş qalmasın, həyətə kimsə nəzarət eləmədi. Ona görə sizin yerinizə it götürməyə qərar verdik. Bizim yerimizə it mi götürdünüz? Ha? Bərəkallah. Bir dəqiqə, mənim Bakir'in yerinə sən it... Bakir, Lüboy itdən. Belə necə lazımdır bu həyətə belə nəsə... Yaxşı, özünü cırıb dağıtma ki, onsuz da gözə nəzərə gəldi. Hələ aldığımız gündə öldü, hələ qoydum onu da kloka, attım leşini. Attım leşini maşına. Yəni gedib uzanmaq istəsən uzana bilərsən, bu leş də oradadır. İtlənməz. Daha bilmirəm, qardaşın qərarıdır, onu bilmirəm, itirən itsiz. Nə deyir az bu? Ay qız, Sevda heç yerə getməyib, sən söz deyirəm mən. Ay, niyə elə deyirsən? Sevda məndən qorxurmu ki, qaçıb gizləyəsin? O bizi istəmir məhəbbət. O qəsdən belinir ki, çıxaq, gedək buradan. Yox. Zəng elədim dana, dedi ki, yastayam. Harda olsa gələcəm. Ağa, bunlar doğrudan danışırlar. Ya yuxudadılar. Ay mama, yatıblar da görmürsən? Az nə yatıblar ağız? Afristin birisidirlər. Amma Sevda yaxşı adamdır məhəbbət. Yetim yesirə əl tutur. Bakir, o Qüdrətin verdiyi bir sumka alimenti haraya qoydu? Gizlətmişəm, narahat olma. Ha? Ay məhəbbət, ay məhəbbət. Yaxşı deyibləri, eşeği nə bilir zəfərən plonidir. Ağac, sənə qüdrət lazım idi, hə? Gül kimi yaşayırdın, bey balası kimi də, dayanmışdıq qulluğunda da. İndi elə sənə ora lazımdır. Yat orada, raskladuşkada. Sevgi, mənə bax, gözün onlarda olsun, eşidirsən? Hə, mən də xəbərlərimə baxım. Duranda sən də mənə xəbər eləyərsən, eşitdin? Dursalar nə incəsən ki? Heç nə, deyərsən ki, mama ilə bu dağa gəldi. Eşitdin? Hə. Mənə bax, onlar gələndə əllərində sumkadan zaddan bir şey olmadı, görmədin? Sumka? Hə. Sumkada sumka başa düşmürsən nədir sumka? Başa düşürəm, yadım... Yox, yalan deyərəm, mən görmədim. Yaxşı, dayı, da yalan demə, Görmədim, yaxşı. amma onlar yatmışlarsa ya, ay tövbə, onlar yatmışlarsa. Amma yəni, görməmişim, yəqin görməmişim, mən də gözümdən qaçır. Nöyti od qoyur, bilsən nədir bu? Atası sifət. Gəldi, nədir? Hər vaxtınız xeyir olsun, xəbərlər efirdədir. Məşhur romantik filmlər, məsələn Titanic filmi tamaşaçılara sevginin yalnız bir dəfə yaşandığını təlqin edir. Lakin yeni elmi araşdırma reallığın fərqli olduğunu göstərir. Aha,
ABŞ-dakı Kinsey İnstitutunun alimlərinin araşdırmasına əsasən işlər güclər qutarıb. İnsanların əksəriyyəti həyatları boyunca 2 dəfə ehtiraslı sevgi yaşayır. Araşdırma çərçivəsində 18 yaşdan 99 yaşadək 10 mindən çox subay yetkin şəxs arasında sorğu keçirilib, iştirakçılara belə sual ünvanlanıb. Həyatınızda neçə dəfə əsl aşiq olmusunuz? Nəticələr göstərib ki, 14,2% heç vaxt, 27,8% bir dəfə, 30,3% 2 dəfə, 16,8% 3 dəfə, 10,9% 4 və daha çox aşiq olduğunu deyib. Ən geniş yayılmış cavab 2 dəfə olub. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yaş artdıqca yaşanan aşiq olma sayı da artır. Bu alimlər var ha. Bu cəmaatın siz firavan bu ailə həyatına niyə qarışdırırsınız? Nəyi diqqətlə yayındırırsınız? Qoy cəmaat yaşasınlar. O qədər araşdırmalı məsələləri var. Bax, necə tapıblar da bunu? Gəl araşdıraq, 7 il vaxtımızı həsr eləyək ki, insan neçə dəfə aşiq olur. Ay qardaş, bu adamına görə dəyişir. Siz arı yuvasına niyə çöp soxursunuz qardaş? Alın, bu düz deyil axı. Hələ araşdırıblar, gedib sorğu-sual eləyiblər. Qardaş, bu elə hər bir şey elə bu əsl sevgi deyil ki. Bunun etapları var da. Birinci yüngül baxışma var. Yüngül ürəyin belə həmişəkindən artıq döyünməsi var. Bunun yavaş-yavaş bağlanması var. Bunun bir diqqəti var, qayğısı var, simpatiyası var. Keçici dövrdə bunun yüngül vurulması var. Sənə elə gəlib vurulursan. Elə vurulma görməmsən sən. Nə tər vurulursa bir daha özünə gələ bilir. Qardaş, bu xəstəlikdir, bu. Bunun ayaq üstə keçinəni var. Adam tanıyıram, yüngül gözü yaşarır, burnu biraz axır. Görənlər deyir ki, soyuq deyil. Soyuq deyil, bir dəyən deyil. Soyuq nədir? Soyuq nə oldu ki, elə gedərsən bir dənə paraşokdan zatdan içərsən, ayağımı qoydun isti vannaya, həfsi qutardı getdi. Bundan olur ki, burun axır, göz axır. Yəni, nə görürsə axır. Bunun ayaqüstü keçirəni var, bunun yüngül zədələni var. Bunun pastel rejimində biraz ağır rejimdə keçirəni var, bunun iynəsi var, dərmanı var. Qardaş, bu mart yaz gələndə bunun qanın qaynaması var. Əsas o deyil ki, kim aşiq olmasa, bunun qaynanası var, qaynatası var. Qardaş, bu elə belə deyil ki, bu hər adam bunu bir cür keçirir. Böyle o 2 dəfə, 3 dəfə, yox 6 dəfə. Adam tanıyıram, qan qaynayan vaxtı mart ayı. Novruz ki qutardı, şəkərbura paxlava yedi, 2 gün, 3 gün yatdı. Bunu elə gəlir ki, bu kiməsə vurulur. Yazda torpaq oyanır, yarpaq oyanır, ağac oyanır. Bütün külliyatı ilə bütün bitkilər oyanır. Bu da oyanmalı. Qardaş, bu da canlı orqanizmdir. Davleniya daha çox gedir axı. İnsan da biri biraz gülür. Adam tanıyıram, bir dənə qəşən, bir dənə ətir gələn kimi deyir vurulmuşam. Ay qardaş, qoy xoşbəxt olsun. Allah belə deyib vurulmamışam. Bu buna Allah'dır, o buna. Qardaş, qoy insanlar rahat yaşasın da, sizin nəyinizə lazım, insan gəstə aşıq olur. İndi mən belə deyirəm, baxan da deyir ki, bu nə profesional da, profesional deyil. Yəni mən oxuyuram belə. Yəni mən elə hər yazdığını bilsəm, mən elə rollar yazmışam ki, mən elə onu yaşamışam belə. Qardaş, alimlər o qədər görləsi şifasız cəmatın arı yuvasına çöp soxmayın. Qardaş, bizə cəmatın həyat yoldaşı baxır, o var, bizənin xeylaqlar baxır, belə şeylər eləməyim, qadın olur. Yəni belə vaxtımızı uzatmaq başqa sahələr. İnsan nesnəbə aşıq olur. Nə qədər insan varsa bir o qədər də say var. Kimsə desə ki, mən hər ayın əvvəli aşıq oluram, elə bütün maaş vaxtı. Mən inanaram. Ya, insandır da, bax, o nə cihazdır, o necə sübut edib? Mən aşıq olmuşam. Yoxladılar, gördülər, bu aşıq deyil. Hardan bilirsiniz? Mən aşıq olmuşam, heç dəxli var. Eşidirsən, qonşuluqda 2 qat bayram. Ne diyor abi? Ova eləyir, kampaniyadır. Eşidirsən, gedirsən Ovaya. Sənə spisokda nə yazmışam, hamısını alırsan. Demək yazmışam, yəsiyən zəmbroilerdən, yəni ki, ələmşah düyülərindən hər biri sənə qəşəng belə lotareyada şans qazandırır. Elə ki, aldın, gəlirsən, Oba Plus mobil tətbiqindən keçirdirsən kassada. Yəni ki, qəbizdəki o QR kodu lotareya.oba.az saytından oxudursan. Axırda lotareyada
iPhone 17 Pro, telefonlar, paltar yuyan maşınlar, alışveriş kartları, finalda böyük uduş Çangan Unize avtomobil qazana bilərsən. Bəxtimiz gətirsən, heç olmasa birini udacaq. Udacaq, udmayacaq, yenə udacaq. Ona görə ki, ovada məhsullar qənaətdir, keyfiyyətdir. Bundan harda var? Gedirsən, gəlirsən. Dediyimin hamısını alırsan, ha, eşitdin, yadında qalsın. Yəni ki, Siyazən Proylerdən alarsan, elə Aləmşah düyüsündən də alarsan. Çünki hər birində şans var. Ben gittim. Getmədin, uçdun. İnşallah ki, sevincimdən burada oynayaram. Ay, mən onları udandan sonra, Çanqanı udandan sonra, burada mənim də ölümüm var. Getdim. Bu da çox bilmişdi var. Deyir o suyun lalaxanı ya. Bu onlardandır. Baxırsan vidinə fasonuna. Fağır, belə. Adam xurda pulaqdarı versin buna. Amma belə dögül. Yox. Belə dögül. Bu çox bic oğlandı. Özü də çox bilmişdi. Görsən, hər dağa sevgidən danışır. Düz deyir amma, çox düz deyir. Adam belə qocaldıqca, yaşlandıqca özünə olan o qayğını, hörməti sevgi kimi başa düşür. Vallahi. Hərdən adam deyir ki, əşi, sevgi də pulla deyil ki. Qoy sevsinlər, yaşasınlar da. Qoy sevsinlər də bir-birini də. Amma yox. Hər şey pullandı. Hər şey pullandı. Yalan deyir o deyən ki, yo, belə deyil, belə. Yo, pulun varsa, həm yaxşı qızsan, həm yaxşı gəlinsən, həm yaxşı anasan, həm yaxşı nənəsən, həm yaxşı görsən, amma pulun olmadı. Hələ bir bülbül danışır, hərdən özümə vırılıram. Deyirəm, ilahi pərverdigarım, insanda bu xarta ağıl, bu xarta bilik, bu xarta dünya görüşü olar, bəgə. Torpaqdan. Yerə soxum səni, ay Maqbet, yerə soxum səni. Məni sən hansı vaxtında gördün? Çiçəklənən tumurcuq vaxtında, hələ çiçəklənməmişdim ha. Mən bədbəxt. Hələ tumurcuğum çıtlamaq istəyirdi, haqladın məni. Elə vəziyyətdə məni haqladın. Elə vəziyyətdə məni qoydun, getdin. Haqladın məni, tumurcuğum cırtlamamış, qoydun, getdin, fidan dövrümdə. Ay. Oy, darıxmışdım ev üçün. Evimiz üçün. Yaman yatdınız ha sizə, yaman yatdınız. Nə qədər yatdıq sən canım? Yalan olmasın, bir 2 saat zad yatdınız da. Sevda xanım gəldi deyəsən, hə? Hə, gəlib indi təzə gəldi. Hələ siz də indi girin, çimin, bir paklanın, əyniniz başınızı düzəldin, çağırar gedərsiniz. Niyə? Pisi mi gəlir üstümüzdən? İndi məsəl üçün dedin də, məhəbbətən hər şey bir qulp qoşma da. Ha, bax, sən gələndə əlində sumka var idi, yoxsa əli boş gəldin? Ha, sumka var idi, ha. Deyirəm ki, içində əmanət var idi. Gələn kimi gizlətim. Nə olub ki? Heç, yəni həyətdə itsad olur da, baxma, birdən didib tökərlər, nəsə cırıb tökərlər. Az, yox. Əmanəti yəni həyətdə, orada-burada saxlama da. Az, yox, itin başı üçün deyilirəm də onu tapa. Hələ gör, mən özüm tapa bilirəm onu. Nəysə də. Eşiyim. Oy, hə, demədim. Oy. Əl gezdirərsən də, mən heç nə eləməm. Oy. Bir əl gəzdirəcəm.
Get. Hazırlaşın da amma belə Gedin. çağıra, hər an Get. çağıra bilər. Hər an Gedin. çağıra bilər. Get oyna. Oy, canın rahat oldu hə mən. Elə rahatladım. Elə mənim də canım rahat oldu. Allah. Növbəti xəbərlər. Adını dəyişdirmək istəyənlərə məhdudiyyətlər. Kimlərə yox deyil. Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliyi ilə tənzimlənir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ata adını dəyişmə hüququna malik deyil. Ad insan kimliyidir. Lakin 2025-ci ildə 2000-dən çox Azərbaycan vətəndaşı bu kimliyə yenidən baxmaq qərarı verib. Belə ki, adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı 2023-cü ildə 2492, 2024-cü ildə isə 2667 akt qeydi tərtib edilib. 917 nəfər yalnız adını dəyişib. Başqalarının nəyi dəyişib? Ata adını niyə dəyişəsən, qardaş? Sən ged öz adını dəyiş də. Ata adını dəyişmək olmur axı. Mən xoşlamıram, mən gedib bu fizioloji, bioloji məsələdir. Ata adını necə dəyişmək? Elə bilirsən filankəsində olursan, deyirsən ki, yox, indi filankəsində olmuyor. Belə şey, bu bir şəhərə oxşamır. Bu şəhər atmaq üçün bir şeydir, qardaş. Sən öz adını dəyişdirsən, ata adını niyə dəyişirsən? Ad məsələsi ümumiyyətlə çox qəliz məsələdir. Valideynlər uşaqlara ad qoyanda çox fikirləşməlidir. Yəni bu ad insanla bir ömür gedib də. Bu elə ad olmalıdır ki, bu lağlağa obyekt olmasın. Ən çox da məktəbdə nəzəriyyələr mən görmüşəm baxın. Mırtdaşmasınlar. Gəlsin dərsi danışsın filankəs o filankəs elə ad olur ki, elə dərsin yarısına qədər hamı görür. Tabii dərsin yarısı getdi də. Biz o uşaqları sərf edirik, dərsi oxuyanları sərf edirik. Amma olmaz axı bunun institutu var, orası var, burası var. Təzə tanış olanda qıza o adı demək var. Elə olmur axı qardaş. Ad elə bir şeydir ki, buna valideynlər diqqət eləməlidir. Sonra deyirlər ki, yox, neyim, nənəmin, babam. Bu ümumiyyətlə bizdə, mən başqa yerdə görməmişəm. Ancaq bizdədir ki, mən nənəmin, babamın qoymaq olar. Amma nənə-baba dövründə o vaxtı hər cürünə ad görmüşəm. Elə adlar var, bura efirdə demək olmaz. Yəni, hər cürünə də ağlıma gələn, gəlməyən, səhərə qədər gülə biləcəyin adlar var. Bu elə adlardır ki, yəni, adi sən necə, yəni, divar adı eşləsin, deyərsən ki, divar ona görə hörmətlidir. Yəni, elə adlar görmüşəm. Amma sağ olsun, sonra qayda qanun çıxartdılar bunu, yəni, şeylədilər də, yəni bu balansı yaratdılar, elə adlar var ki, onları ləğv elədilər, qadağan edildilər ki, o adları qoymaq olmaz, qalır. O adlar bildiyin intihardır, o adla sən hara çıxarsan, ilk tanışdıqda yarım saat laqqırtıdır o adlar. Bu adı nətər qoyasan, bu yük taxıb bundan adam tanıyıram 14-15 yaşından 18 yaşı dartıb ki, bir dənə gedib öz adımı dəyişsəydim. Adam var, dəyişib ondan da bərbad ad qoyur. Yəni belə adlar amma uşaqlara ad qoyanda qadan fikirləşməsiz. Yəni hər cür ad eşitmişdim. Bir dənə axır-axırda Prius ad eşitdim. Onda mən dedim ki, qardaş, mən pasta yəni. Nədir Prius? Atası taksi şoförüdür, Allah canı sağ olsun. Zəhmətkeş insan. Nədir Prius alandan bu çörəkli işdir də deyən. Yəni bu evi daha çox çörək qazanır. Çörək verən Allahdır, Prius sənə çörəkli verir, nəzər məsələsi. Ən çox qəzaya düşən Priusdur da. Sən uşağın sabah gör nə qədər qəzası olacaq. Eləmin belə ki, səy-səyatları qoymuyor. Adı Priusu nədir də Priusu? Sənə elə adlar deyərəm ki də, qarnımı tutarsan, səhərə qədər şaqqıldayarsan. Vallahi üzüm ölüm. Bir dənə qonşumuz var idi. İndi adı yadımdan çıxıb. Neydi ayarladı? Neysə. Bu uşaq Qaragün məhəlləyə çıxa bilmirdi ki. Hamısının adını qışqırırdılar. Neydi onun adı? Axır ki, kolxoz adı bunun adının yanında toya bayrama getməli idi kolxoz adı. Da gör neydi adı. Ondan sonra bu gedə gizləndi. Orada gizləndi, burada gizləndi, gəldi 18 yaşı çatdı. 18 yaşından sonra getdi adını qoydu zat. Murdan elədi, mardan, nəysə belə nə deyirsən, həm köyünə ad qarışdı təzədə, həm təzə ad qarışdı köyünə adı. Elə bunu həmin o adlarla çağırdılar. Axırda yazıq ailəsi də köçdü getdi də. Dedi bu məhəllədə yaşamaq olmur da. Vallahi. Ay, mına sən Allah, mına bir gün getmiş ama evin tozuna bax, gününə bax. Ay Allah, inanırsan bildim ki elə evi işi toz götürüb gedəcək. Allah bilir o zibil vedrələr ağzına qədər, teyxacana dolub elə ki boşaldacaq onları, məhəbbət bakir yoxdursa. Gülləri heç olmasa sulayıbsınız mı? Allah bilir güllər də quruyub, siz.
saxlayasın. Ha məhəbbət güya ki bizə görə gəlmisən sən. Bənə, eşitirsənmi? Yuxuma Söyda xanım girdi. Girdi yuxuma. Dedi ki, məhəbbət, hardasan? Darıxıram səndən yana. Gəl görüb səni. Davam basaraq nətər durdum, gəldim avtovağzaldan. Elə danışsan ki, elə bir ki, bir ildir getmirsən. Nə yaxşı soruşmursan ki, köhnə uşaqlardan kim var? Hə, eşitirsənmi? Anova deyinən ki, bəs məhəbbət gəlibdi, buradadır. Bəs gəlsin məni görsün. Yəni ki, mən gedim görüm. Yox, əgər görmək istəmirsən, mən çıxım gedim. Yaxşı, indi tələsməklə, biz ani qərarlar verməklə, indi xəbərlərə baxırıq, o gəlib xəbər eləyərəm. Gələr özümüz danışarsınız, özün deyərsən. O istəyər qalarsan, istəməz gedərsən, bilmirəm mən də. Nəsə elə bir keyfin yoxdur. Uy Allah, səni yarıma çıxıverə getsəydi, başımız açılardı. Bir gün gücdür, bir gün pişdi, tutubaq olmur bu. Ağzında da elə bir ilan boğuşur. Nə danışır ki, özü də başa düşənmir. Mənəm, Allah üzünə baxıb ki, Abrazavovskiyam. Özüm ağzından tuturam ki, nə deyir bizə. Ağzında. Sevgi. Ne kadar görün mü? Ben deyirdim maşında itləşi var ha, hanı? Nə bilim. Yəqin qaçıb da. Öyle it kaçı. O zaman məzələnirsən mi? Biraz, ola bilər. Necə ki, sən mənə məzələrsən. Güya ki, yatmışdınız da, hə? Güya ki, bacı qardaş sayıqlayırdınız da yuxuda. Ne diyorsun ha? Ne danışsan? Ne? Güya ki, bunlar indi Qüdrət bunlara aliment verib. Amma heç məhəbbət uşaqların yüzünü görməmişəm. Nə alimentidir bu verir özü bir günə? İyi de, Sevgi sen. Sen bu həyatdan, Sevgi, hələ çox şey görməmsən. Amma az qalıb. Məhəbbətin uşaqlarını da görəcəksən. Bunu mən sənə deyirəm, Bakir deyir, kəllimə. Lazımdır. Ben çocuklarla uğraşamam. Lazımdır. Ömrüm! Aşkım! Kudret'in kafasına taş düşsün, babasına lanet. Canım benim, seni benden hiç kes alamaz. Canım, taş düşsün Kudret'in kafasına ya. Taş düşsün. Burnumun ucu göğüne senin için. Yıkılmadım, ayaktayım. Dertlerimle baş başayım. Can! Mehebbetim, gelmişim, buradayım. Ah, be. Canım benim. Bütün kalbimle seni sevdim. Ay. Seni benden hiç kim alamaz. Ah canım. Bir dakika, biz niye Türkçe danışırıq ki? Ben ne bileyim ağa. Bilirəm bəyəm ki. Bütün bilirsən, bütün belə yerişivi, duruşuvi, danışığı itirmirsən. Ne var ki, bir dənə madərzadın, o Qüdrətin evlənib. Cəhənnəmə evlənib, qarada görə evlənib. Hə. Can. Möhbət. İndi söhbət başqa yerdən gəlir. Nədir? Qoy deyim sənə də. Sən ki gelmədin. Aha. Heç 10 dağa çəkmədi. Sevgi adam tapdı. Bir dənə ailəni. Mən dedim qoy gəlsinlər. İndi bax otobotdadılar, gəlməlidirlər. İndi yaxşı. Mən neyniyim? Aşkım. Qapıdan qaytararsan gedərlər. Olmur axı. Mama sən çağırdığın ailə gəlib ha. Əla, qoy gəlsinlər. Ayıb yox. Nə olacaq bəyəm? Baş-başa verərsiniz, yaxşı belə. Qəşən, əl-ələ işləyərsiniz, axşamda ayaq-baş yatarsınız. Onlar ailə, siz ailə. Əla olacaq ailə. Bilirsən nətərdir? Məsələ necə? Mən belə fikirləşirəm ki, bu hələlik sınaq dövrüdür, rəqabət dövrüdür. Qoy bu dövrdən səhər salamat kim çıxsa, o da inşallah burada qalacaq. Eşkin məhəbbəti Ömrüm! Ana göz yaşını sil qan oyalım.
Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı bitdi.